Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Amma ba'd. En birinci Allah Teala'nın bize verdiği bütün nimetlere göre çoklu şükürler olsun ve sonra insan ne için yaratıldığını birinci bilmelidir ve kim yarattığını bilmelidir. Ve onu bilmeyende insan niye yaşadığını ve onun başına gelen musibetler olanda ve ona xeyir gələndə onda özün idarə edə bilmir nə. Və Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur ki: "Və mə xalaqtul cinne vel insa illə liya'budun." Mən cinləri və insanları yalnız özümə ibadət etmək üçün yaratmışam. Ona ibadət etmək üçün. Və insan qayəsi, yəni yaradılmaq qayəsi buna görədir. Yəni Allah Taala'nın şanına tariflər demək istiyor. Yəni Allah Taala'nın yarattığı çox məxluqatlar var. Bəzilərini biz bilirik, bəzilərini biz bilmirik. Baxmayaraq ki, elm adına müəyyən şeylərə hədd qoyurlar, dünyanın o başına, bu başına, göyə. Onlar haqqında hələ heç bir tamam dəqiq bir elm yoxdur. Ola da bilməz. Çünki bütün elmləri bilən Allahdır. Allah Taala'nın sirridir, Allah Taala'nın hikmətidir. Onları biz bilə də bilmərik. Yəni çox böyükdür. İnsan ağlı müəyyən bir qədər, nətər ki, bu telefonda olur yaddaş. İnsan da, yəni yaddaşı, səs eşitmək, görmək müəyyən bir qədərdir. Ondan ona heç vaxt keçə bilməz. Və insan birinci bilməlidir ki, Allah o nəyə görə yaranır? Birinci, onu yaratan Allahdır. Bunu bilməlidir. Onun Rəbbidir. Və niyə yaradır? Ona ibadət etmək üçün. Ona heç bir şeyi şərik qoşmamaq və yalnız ona ibadət etmək. İnsan bunu bilməlidir. Yox, əgərləri insan bunu bilməyəndə artıq onda qarışır və bilmədiyinə də görə uzaqlaşır və elə bilir ki, bu dünyanı, əlbəttə bu dünyada nə varsa Allah Taala insan üçün yaratıb. Yəni yerdə göydə nə varsa, yəni Allah Subhanahu taala yaratıb, yağış göndərir sənə, yağışla bitirir və sən rahat yaşayasan və s. Yəni insan üçün bunları yaratıb. Məsələn, yeməklər var, nələr var. Amma sən ona görə yaşasaydın, daimi yaşayardın onda burada. Əbədi həyat olardı. Əbədi deyil. Müəyyən bir vaxt. Və bilirsiniz ki, birinci, biz buraya sürgün olmuşuq yer üzərinə. Adəm əleyhissalam bura, yəni yoldaşıyla bu dünyaya nazil oldu Allah Taala'nın əmri ilə. Yəni Allah Taala'nın əmri gələnə qədər orada yaşamalısınız, orada ibadət eləməlisiniz, orada yəni həmin o nələr var, onları etməlisiniz. Qadağalardan çəkinməlisiniz, əmirləri yerinə yetirməlisiniz. Kimi əmirləri yerinə yetirəcək, nicat tapacaq, kimi yetirməyəcək, Allah Taala nə deyib, ona qəzəbi olacaqdır. Və insan hətta bunu unudanda bilmir ki, artıq nə üçün. Məsələn, insan səhər durur, ancaq bir şey fikirləşir, dünya, hansı işi, o nə işdir, bu nə işdir. Yəni, ibadətdən də uzaq düşür. Yəni, nə üçün bu günləri zəifçilik çoxdur? İbadət eləyənlərdə də. Çünki o da zəifdir, bilmir. O ancaq fikrində adı nədir? Dünyadır. Yatanda da onu yatır, duranda da ondan durur. Duran kimi namaz keçir o tarafa, ikinci plana. İbadətlər, zikirlər. Məsələn, Allah keçər günahından. İndi mənə işim var, iş vacibdir. Yox, sənə vacib ibadət, sən Allahlar ona görə yaradıb. Və iş də o dərəcəyə çatır ki, məsələn, hər bir şey də varsa onun, yeməyi, yatmağa yeri, yaşamağa evi, sürməyə maşını varsa, yenə də istəyir. Və istədikcə də nə etməlidir? Çox çalışmalıdır. Və çox çalışdıqca da nə etməlidir? Yəni artıq ibadətlərə ayrılan vaxt getdikcə sıxılır. Onlar çıxır hətta həyatda. Və o da təhlükə. Və insan bir də ayılır ki, ömrü qutarıb. Və sıxıntılara düşəndə, yəni bilmədiyinə görə sıxıntılara da düşəndə bilmir nə üçün düşür. Və ibadətdə adam var, deyir, namazı qılıb qutarandan sonra özü namazı qılır. Fikirləşirəm ki, görəsən, mən Fatihədən sonra hansı surə oxumuşam? Özü qıldığı namazda adam bilmir ki, hansı surə oxuyub, təsəvvür elə. Deyirəm, bəlkə sən Fatihə oxumuşsan, dəqiq bilirsən, heç olmasa, görürsən nədir? Çünki fikri başqa yerdədir. Və bəzən biri şahid edir, deyir, mənim yaddaşım pozulub, yəni yaddaşımda heç nə qalmır. Çünki o qədər dünyaya yer alıb ki, artıq nədir? Onun qəlbində, onun beynində ona yer yoxdur. Yəni, unudur, əzbərləyə bilmir, oxuya bilmir, yadında saxlaya bilmir.
Yəni bunlar insanın hamısını nə edir? Zəiflətir. Nəyə görə? Çünki o qayəsini bilmir. Və insan övladına bir vadi qızıl versən, o vadi qızılı olsa ikincisini istəyəcək. Onun gözünün nədir? Ancaq torpaq bağlayar. Yəni dünyadan dəyişsə, ölsə, ondan sonra onun nəfsinin tamahı dayanacaq. Yoxsa dayanan şey deyil. Gözə torpaq tökmək məsələsi buradandır. Amma o düzgün deyil gözə torpaq tökmək. Yəni gözün torpaq doyuzdurar. Odur ki, yəni artıq öləndən sonra qəbrə qoyulur, bağlanır və öldü. Ondan sonra onun bu şeylər qutarır onda, istəklər. Və ona görə də nədir? Dünyanın fikirləşir və bilmir. Sonra sıxıntılar da gələndə nə edir? Bilmir ki, nətər çıxsın o sıxıntılar və nəyə görə gəlir. Və həmçinin birinci nədir? Allah Subhanahu taala Quranda buyurub ki, "Laqad xalaqnal insana fi kabad." Biz insanı çətinliklərdə yaratdıq. Nədir çətinliklər? İnsan bu dünyada nədir? Müsibətlər olur, onun üçün imtahanlar olur, sıxıntılar olur, bərzəx həyatı var, qəbir həyatı. Yəni insan bu dünyadan götəndən, öləndən sonra qiyamət günü dirilib, qəbirdən çıxıb hesaba çəkilənə qədər bərzəx həyatı var. Bərzəx nədir? Pərdə deməkdir. Yəni axirətlə, yəni onu görmək arada bir pərdə var. Və o vaxt ki, Allah Taala əmri gələcək, o pərdə qalxacaq və diriləcək və həmin bərzəx həyatından keçəcək qiyamət günü və haqq hesab günü. Və insanı biz çətinlikdə yaratdıq və həm də bu dünyada görürsünüz, bu dünyada sıxıntılar var, çətinliklər var və ona hətta məsələn qiyamət günündə o çətinliklər var, Sırat körpüsündən keçmək var, sorğu-sual var. Yəni insan dünyaya artıq yaradılışı başlayıb sonu və yaradılışı da bilirsiniz ki, ana bətnində olanda 4 ay 10 günlüyündə nədir? Ona ruh gəlir, ruh üfürülür və onun alın yazısı yazılır. Necə bizdə alın yazısı deyirlər. Və artıq o insan olur və yavaş-yavaş başlayır, orada müəyyən bir vaxta qədər qalır və sonra dünyaya gəlir və yaşayır və artıq o insandır, yəni canlıdır. Və onun başlayır həyatda imtahanları, çətinlikləri. Amma o biləndə ki, onun Rəbbi yaradıb və onu sınağa çəkir, ona imtahanlar verir, çətinliklər, yoxsulluq olur, varlılıq olur. Bəlkə Allah Taala varlılıqla insanı imtahana çəkir. Və hər bir şey nədir? Bunları bilir insan. Və sonra nədir? Rahatlığı da onda tapır və bilir ki, ona görə əcr. Və bu dünya əbədi deyil, bu sıxıntılar əbədi deyil. Həmişə müəyyən bir vaxtdan sonra keçib gedəcək. Və insan üçün keçmişdəki, bizim qızıl dövrümüzün insanları, alimləri nə deyirdilər? Salihlərimiz, keçmiş salihlərimiz nə deyirdilər? Bir soruşanda ki, rahat nə vaxtı? O rahatçılıq o vaxt olacaq ki, ayağımız cənnətə olanda artıq, cənnətə giririk. Yoxsa o vaxta kimi görünə qədər bu dünyada nə qədər imtahanlar var, sıxıntılar var. Və hətta məsələn, insan ölümü belə nədir? Ölüm ağırdır, ayrılıqdır. İnsan ölmək istəmir, yaşamaq istəyir. Və ondan sonra hesab, yəni bərzəx həyatı bayaq dediyimiz kimi qiyamət günü haqq hesab nədir? Bunların hamısını keçəndən sonra rahatlıq onda başlayır. Artıq cənnətə girəndə. Və ondan yenə də soruşanda ki, bəs bizim nətər bu qəlbimiz kədərdən uzaq olacaq, rahat olacaq. Nə deyir? Bir sırat arxada qalanda artıq. Yəni sırat hürküsünü keçəndən sonra. Onlar belə başa düşürdülər. Yəni müsibətdir. Keçə bilməsin, başqa gələn yeri yoxdur ya. Mən siz fikirləşir ki, mən keçəcəm. Mən siz fikirləşir ki, pul verib keçəcəm. İstəmir o əski nasların, sənin onlara görə yaşadığın, onlara görə ibadət etdiyin, onlar istəmir o dünyada. Yəni oradan ancaq Allahın rəhməti ilə, Allah Taala'nın mərhəməti ilə, Allah Taala'nı tanımırsansa, ibadət etmirsənsə, layiqli qul olmuşsansa keçə biləcəksən. Deyir, nədir? Sırat körpüsü arxada qalanda, arxanda qalanda. Yəni sən orada keçsin, deməli, artıq sənə nədir? Rahat ola bilərsən ki, keçmişsən artıq çətinləri. Və yenə soruşanda, yəni, harada rahatlıq olacaq bizə? Deyir, cənnətin ağacı var, tuğba, orada olanda, cənnətdə olanda. Yəni, oraya girəndə bunlar hamısı qutaracaq. Bu sıxıntılar, bu çətinliklər, hamısı ibadətdə. Hətta ibadətlərdə də bir məşəqqət var, çətinlik var. Amma Allah Taala nədir? O kəslər üçün, kimlər üçün çətindir? Xüsusi olanlar üçün, Allahdan qorxanlar üçün, Allaha iman gətirənlər üçün. Yəni, onlar çətindir. İbadət nədir? Səbr etməklə
namaz qılmaqla Allahdan yardım etsin deyir. Bunlar bu əməllər, yəni səbir etmək asan məsələ deyil. Bunlar nədir? Kimlər üçün asaddır? Xuşusu olan, Allahdan qorxanlar, möminlər üçün çətin deyil. Niyə görə çətin deyil? Çünki onlar üçün əlbəttə onlar da insandır. İnsan oruç tutur, ac qalır, susuz qalır. Yəni onlar üçün asaddır. Yox. Və yaxud da məsələn imtahan gəlir onlara da, ağır imtahanlar gəlir. Və yaxud da yoxsul olur. Görürsən rahatdır. Bilir ki, Rəbbim imtihana çəkir. Elhamdülillah və s. Və həmçinin Allah Subhanahu taala buyurur ki: "Em hasibtum en tedhulul cennete ve lemma ya'tikum meselul lezina khalaw min qablikum massatuhumul ba'sa'u vel dharra'u ve zulzilu hatta yaqulur rasul vellezina amanu ma'ahu mata nasrullahi ala inna nasrallahi qarib." Allah Subhanahu taala buyurur ki, elə bilirsiniz ki, siz cənnətə girəcəksiniz elə-belə, yəni sizdən əvvəlkilər kimi imtahan olunmasa olsun, sizin sıxıntılar gəlməsə, onlara nə gəlmiş deyir? Yoxsulluq o dərəcəyə çatmışdı ki, yəni ağır bir dərəcədə yoxsulluq, çətinliklər, yəni mal, can, yaxınların itirməsi, yəni bu ağır sıxıntılar onlara üz verdi. Hətta deyir, iman gətirənlərlə, hətta Peyğəmbər də dedi ki, Allahın köməyi bizə nə vaxt gələcək? Gözləyirdilər. Və nədir? O qədər sıxıntıya gəlib çıxırlar ki, artıq nədir? Onlar da görürlər ki, zəifləyirlər. Yəni hətta dilə gəlirlər ki, ya Rabbi, yəni köməyi nə vaxt bizə? Nətər ki, Allah Subhanahu taala da həmişə sıxır qulu, sıxıntılara salır və elə bir anda ona kömək göndərir ki, Musa həmişə yadında salır. Musa əleyhissalam. Musa əleyhissalam elə bir yerdə Allah taala ona göndərdi ki, biz indi oxuyuruq, dəniz yarıldı, keçdilər. Yalnız amma onları görməsən nətər yarıla bilər? Adamın ağlına gəlməz ki, bu dənizi nətər keçəcək? Cəmaat var orada. Qadın var, kişi var, qoca var, uşaq var. Nətər keçəcəklər? Cavanlar üzrü keçdi vaxt ya, hə? Bəs qocalar nətər keçəcək məsələn? Görürsən, heç yəni ümidsiz bir şey. Amma Musa əleyhissalam ümidini üzmədi. Və Allah Subhanahu taala nicat verdi və sıxıntılara çəkdi. O qədər çəkdi ki, sıxıntılar nədir? Axırda nicat gəldi. Yəni sıxıntılar varsa mütləq nicat da gələcək, çətinlik yəni. Deyir ki, nədir? Allahın deyir ki, yardımı çox yaxındadır. Və ona görə də hər bir insan bunu bilməlidir. Və nə üçün bunlar olur? Və deyir, siz elə bilirsiniz ki, siz iman gətirdiniz, siz imtihan olmayacaqsınız. Allah Subhanahu taala Quranda da bunu buyurur, deyir, Allah'a görə imtihan olacaqsınız, sadiqlərin sadiqliyi yoxlanılmaq üçün, yalançıların da yalançılığı. Allah hər şeyi bilir, yaradan da bilir. Sadəcə Allah Subhanahu taala qiyamət günü sən gedəndə deməyəsən ki, mən bilmirdim və yaxud da mənə heç kəs heç nə deməmişdi. Və insan özü bilir nədirsə yalandır, neyi yalandır, neyi saxtadır, yaxşı bilir. Əgərləri sən doğrudan da ondan xəbərsizsənsə, nə deyə Allah Subhanahu taala bilmədiyiniz şeydən sizi sorğulamaz. Gücünüz çatmadığı şeydən sizi sorğulamaz. Onu da yaddan çıxarmayın. Görürsənmi, bizim Rəbbimiz nə qədər böyük lütfü var. Və nəyə görə Allah taala imtihana çəkir? Sadiqləri kəziblərdən, yalançılardan ayrılmaq üçün. Və ona görə də sən də sadiqlərdən ol. Və insan yaradılışını biləndə ki, nə üçün yaradılıb və dediyimiz kimi, insan rahat olur, ona imtihan gələndə, əlbəttə ağırdır. Amma bilir ki, bunun savabı var, bilir ki, bu keçib gedəcək. Yəni, bu dünyada belə şeylər olmalıdır. Bu dünya, yəni, rahatlıq dünyası deyil. Bu dünya imtihan dünyasıdır. Bu dünya, dediyim kimi, biz bura sürgün olunmuş, gəlmiş insanları, Adam əleyhissalam. Yəni, ora cənnət deyil bura. Cənnət axirətdədir. Və bura müəyyən qədər, yəni burada yaşamaq üçün bizim üçün müəyyən şeylər var. Ona görə də inşallah insan çətinliyə düşəndə Allaha təvəkkül etməlidir. İbadətlərdən soyumamalıdır, zəifləməməlidir. Çünki ibadət insana qəbirdə qalan əməllərdəndir. İnsanın üzünə gülmək də yəni sədəqədir və yaxşılıq etmək də sədəqədir. Öz ailəvə yaxşı baxmaq da sədəqədir. Qonşularla yaxşı davranmaq da xeyirdir. Sən əməllərdə yazılır. Xeyir işlər görmək, ibadətlər, Allah Taala'ya zikr eləmək, Quran oxumaq və s. və s. hamısı nədir? Allaha yaxınlaşmaq üçün olan əməllərdir. Və sənə ancaq bunlar qalacaqdır. Qalan heç bir şey qalmayacaq. Və ona görə də Allahdan istəyirəm ki, Allah bizi sabit eləsin. Allah bizim qəlblərimizi rahat etsin. Və Allah Taala bizə kömək olsun. Allah bütün müsəlmanlara kömək olsun. Allah qovm əqrəbimizə, xalqımıza, cəmaatımıza hidayət versin, doğru yola yönətsin. Allah Taala
Əskərlərimizi qorusun, hərbiçilərimizi qorusun, ölkəmizin əmin-amanlığını qoruyanları qorusun. Allah ölkə başımızı qorusun, onu xeyr üzərində etsin, ona sağlamlıq versin, güc, qüdrət, qüvvət versin və bütün görüşlərin xeyirli, uğurlu etsin və Allah Teala onun haqqını cəsis etsin, haqq üzərində etsin, bizə rəhm eləyənlərdən etsin və Allah Teala bütün müsəlmanlara kömək olsun, Allah xəstələrimizə şəfa versin, sıxıntıda olanlara yardım etsin, borcu olanların borcunu qaytarmaqda yardım etsin, Allah Teala bizi çıxan, çıxmayan, şərdən, fitnədən qorusun, çıxan, çıxmayan xəstəliklərdən qorusun, vəbadan, taundan, dəlilikdən, cüzamdan və s. xəstəliklərdən bizi qorusun. Allah razı olsun. Subhanək Allahumma bihamdik nəşədən la ilahə illə əntə nəstəğfiruka və nətubu ileyk. Allah razı olsun.